Herkese salam, mən Səbinə Sultanova, tarix müəllimiyəm. Məni Instagram səhifəmdən izləyə bilərsiniz və ödənişsiz tarix sürət qrupuma qeydiyyatdan keçə bilərsiniz, əlaqə saxlayaraq. İndi isə gəlin Tunc və Dəmir dövrü DİM testindən, tarixdən testlərin izahına keçək. Əlbəttə ki, birinci testimiz Qazax rayonundakı Baba Dərviş və Naxçıvandakı Kültəpə yaşayış məskənlərində aşkar edilmişdir. Ayaqla hərəkətə gətirilən duluz çarxı, siklopik tikillər, mixi yazı ilə yazılan Asur hökmdarının adının yazıldığı muncuq, boyalı saxsı qablar, xüsusi ibadət evləri əbəndiyini burada götürəcəyik. Azərbaycanda köçmə maldarlığı yaranmışdır. Əkinçilik maldarlıqdan ayrıldıqdan sonra köçmə maldarlığı da yaranır. Hər ikisi də elə erkən Tunc dövründə baş verib. Birinci ictimai əmək bölgüsü adlanırdı əkinçilik maldarlıqdan ayrılması, abəndi. İkinci ictimai əmək bölgüsü adlanırdı. Burada sənətkarlığın başqa istehsal sahələrindən ayrılmasını seçəcəyik. Davam edirik. Azərbaycanda son Tunc və erkən Dəmir dövründə nələr baş vermişdi, buna baxırıq. İnsanlar ulu icma yaşamışlar, Tunc emalı, əhali oturarkən sənətkar, tacirlər qrupu armışdı. Üçüncü ictimai əmək bölgüsü baş vermişdi. Azərbaycanda son Tunc, erkən Dəmir dövründə burada da ata sitayiş meydana gəlib. Erkən Tunc dövrünə aiddir. Metaldan alətlər hazırlama başladı. Bu eneolitdən var idi və ibadət evi burada. İbadət evini seçirik. Keçək digər səhifəyə. Tamam. Erkən Tunc dövrünə aiddir. İri tayfa ittifaqları yaranması, qoşqu heyvanlardan istifadə edilməsini götürəcəyik. Tunc dövrünə aiddir. Ticarətin yaranması. Burada elə abəndidir. Saxsı qabların istehsalı neolitdən bəri var. Metal eneolitdən bəri var. Ölülər evlərin içərisində dəfn edilməsi, başlaması. Bu da eneolitə aiddir. Anaxaqanlığın əsas yer tutması bu Tunc dövründə artıq süqut edir. Anaxaqanlıq, ataxaqanlıq əsas yer tutmağa başlayır. Azərbaycanda ilkin şəhər mərkəzlərinin yarandığı dövr yenidən seçəcəyik biz. 10-cu mezolit, paleolit, erkən Tunc, orta Tunc və son Tunc. Burada orta Tunc dövrünü götürürük. Azərbaycanda tacirlər qrupunun yarandığı dövr. Tacirlər qrupu yaranır son Tunc dövründə, 3-cü ictimai əmək bölgüsü ilə. Kür-Araz mədəniyyəti üçün səciyyəvi idi. Toxa əkinçiliyi eneolitdə var idi. Tacirlər sənətkar ayrılması son Tuncdan var idi. Saxsı qab istehsalı, ayaqla hərəkət, duluz çarxı, bu da son Tuncda yaranır. Kür-Araz mədəniyyəti erkən Tunca aiddir. İlk dəfə dəmirdən alətlər düzəldilməsi, bu da son Tunc Dəmir dövrü bir yerdədir. Əkinçilik maldarlıqdan ayrılmasını burada götürürük. Qədim Azərbaycan tayfaları Asur əlaqə saxladığını sübut etmişdi Xocalda mixi yazı tapılan muncuq ilə. Qədim Azərbaycan tayfalarının qədim şərq ölkələri ilə əlaqə saxladığını sübut edirdi. Demək, burada Qobustanda qayaların üstünə həkk edilmiş gəmi təsvirləri ilə bu əbəndini götürəcəyik. Verilənlərin hamısı ibtidai icma quruluşunun hansı mərhələsinə aid mübadiləni genişləndi. Gələcəkdə ticarətin meydana gəlməsi üçün şərait yarandı. Əhali şəhər tipli yaşayış məskənlərində yaşamağa başladı. Sənətkarlıq digər sahələrdən ayrıldı. Burada sənətkarlıq digər sahələrdən ayrılması ikinci ictimai əmək bölgüsüdür. Bu da orta Tunc dövrünə aiddir. Daha sonra keçirik. Azərbaycanda eneolit dövründən fərqli olaraq Tunc dövründə nə baş vermiş? İlk dəfə metalla tanış olmaq eneolitdə olub. Köçmə yaylaq maldarlığı meydana gəlib. Bax, B bəndini burada götürürük. Çünki birinci ictimai əmək bölgüsü baş verir Tunc dövründə və ondan sonra köçmə yaylaq maldarlığı yaranır. Digərləri artıq Tuncdan əvvəl də var idi. Verilənlərin hamısı ibtidai icma mərhələsi hansı İbtidai icma cəmiyyətinin hansı mərhələsinə uyğundur? Toxa əkinçilik, xırş əkinci əvəz olması erkən Tuncdur. Köçmə malda erkən Tunc, dağlıq dağətəyi erkən Tuncdur. Abəndini götürürük. Orta Tunc dövründə ulu icma halında yaşayırdılar paleolitdə. Dəri işləmə meydana gəldi. Neolitdə oturaq həyat, duluzçuluq, müxtəlif boyalardan istifadə olmuşdur. Çünki orta Tunc dövrü həmçinin bizdə boyalı qablar mədəniyyəti olaraq da
adlandırırıq. Orta Tunc dövründə Azərbaycanda Xış əkinçi erkən Tuncda yaranıb, metal emal başlanğıcı qoyulub eneolitdə, əkinçi maldarlıq yaranıb, bu elə mezolitdə yaranır. Anaxaqanlıq, ataxaqanlıq əvəz etmişdi, belə erkən Tuncda burada əbəndini götürürük, ilkin şəhər mərkəzləri yaranır. Orta Tunc dövründə baş verir, qəbilə icması yaranıb üst paleolitdə, tayfa başları ilahiləşdirilib, bu son Tunca aiddir. Cəbəndə əhali oturaq həyata keçməyə başlamışdı. Neolitdə saxsı qab istehsalı. Neolitdə sənətkarlıq digər sahələrdən ayrılır. Burada ikinci ictimai əmək bölgüsü ilə ayrılır. Əbəndini götürürük. 21. Orta Tunc dövründə əhali oturaq həyata keçməyə başlamışdı. Orta Tunc dövründə oturaq həyatı neolitdə başlar. Hərbi iş genişlə üzümçülük yaranır. Burada yeni sənət sahələri yaranır. Bağçılıq, bostancılıq, üzümçülük. Cəbəndini götürürük. Küraz mədəniyyəti üçün səciyyəvi idim, sənətkarlıq, digər istehsalların ayrılması. Küraz mədəniyyəti erkən Tuncdur. Köçmə yaylaq malların meydana gəlməsi, bunu götürürük. Keçək digər səhifəyə. Yəni Küraz mədəniyyətini soruşur. Küraz erkən Tunc dövrüdür. Burada insanın daş alətləri cilalamaq, deşməyi öyrənməsi bu neolitdədir. Ovçuluğun əsas məşğuliyyət sahələrindən birinə çevrilməsi bu düz paleolitdəndir. Dağlıq dağa təyin məskunlaşma bunu götürəcək ilkin əkinçilik və mezolitdə ulu icma qəblə icma üst paleolitdir. Ataxaqanlığın mövcud olduğu dövrə aid deyil. Ataxaqanlıq erkən Tuncda yaranır, yəni Tunc dövrünə aid olmayanları götürəcəyik. Sosial əmək bərabərsizliyin mövcud olması bu hətta burada yaranır və daha da dərinləşir. Sənətkarlığın müstəqil sahəyə çevrilməsi Orta Tunc dövründə olub, yəni Tunc dövrünə aiddir. Metaldan ilk dəfə istifadə, bu cəbəndini götürürük. Çünki metaldan ilk istifadə eneolit dövrüdür və anaxaqanlıq dövründədir. İlk dəfə istifadə. Əgər desəydik ki, metaldan istifadə olunub, həm anaxaqanlıqda, həm ataxaqanlıqda istifadə olunub. Amma ilk dəfə dediyi üçün biz eneolit götürürük və anaxaqanlıqdan ilk dəfə istifadə olunmuşdur. Daha sonra baş verib. Sənətkarlıq müstəqil sahəyə çevrilməsi Orta Tunc dövrüdür. Mənimsəmə təsərrüfatına istehsal təsərrüfatının keçişinin əsasının qoyulması bu mezolit dövrüdür. İnsan toxuculuqla məşğul olmağa başlaması neolit dövründə nəsli icma üst paleolitdir. Dağlıq məskunlaşması burada nəsli icmanı götürəcəyik burada. D bəndini. Yox, deyir ki, daha sonra baş verib. Mən daha əvvəl baş verib belə qəbul edim. Daha sonra baş verib deyirsə, o zaman biz sonda baş verəni götürəyirik. A bəndidir burada. Sənətkarlığın müstəqil sahə Orta Tuncda səhv elədim. Orta Tuncda sənətkarlıq müstəqil sahəyə çevrilmişdi və daha sonra baş vermişdi. Daha sonra yenə baş vermişdir. Rabitəli nitqin yaranması üst paleolitdə, istehsal təsərrüfatı meydana gəlməsi mezolit, mikrolit alətləri mezolit, Neandertal, orta paleolit, ilkin şəhər mərkəzləri burada E bəndini götürürük. Orta Tuncda yaranıb. Azərbaycanda anaxaqanlığın mövcudluğu dövründən fərqli olaraq ataxaqanlıq dövründə axirət dünyasında inam mövcud idi hər ikisində. Metaldan əmək alətləri hazırlanırdı hər ikisində. Əhali əkinçiliklə məşğul olurdu hər ikisində. Əhali siklopik tikililər, əhali toxuculuqla məşğul olur. Burada D bəndini götürəcəyik. Əhali siklopik tikililərin tikilməsi Tunc dövrünə aiddir. Çünki ataxaqanlığa aiddir. Uyğunluq gözlənilmişdir. Mis emalına başlamışdır. Neolitdə bu səhvdir. Mənimsəmə təsərrüfatı, istehsal təsərrüfatının keçidinin əsası təsərrüfatı əvəz etmişdir. Orta paleolit bu səhvdir. Mezolitdə əsası qoyulur hələ. Anaxaqanlıq, ataxaqanlıq əvəz edilmişdir. Erkən Tunc dövründə. Burada da C bəndini götürürük. Uyğunluğu müəyyən edin. Tunc dövrü, erkən Tunc dövrü və Orta Tunc dövrü. Erkən Tunc dövrü. Qəbilənin meydana gəlməsi səhvdir. Ataxaqanlığın yaranması, xışın yaranması. Orta Tunc bağçılığın yaranması, yeni sənət sahələri, iri tayfa iti, siklopik tikilləri mövcud olması. Demək, burada bir dəqiqə. Demək, harada qaldıq? Orta Tunc dövründə bağçılığın yaranması, iri tayfa ittifaqların yaranmasını götürürük. 1 B C, 2 A B.
A bəndi. Eyler-Venn diaqramına əsasən uyğun bəndlər anaxaqanlıq, ataxaqanlıq, üzümçülük, şərabçılığın mövcud olması ataxaqanlıq orta tunc dövrüdür. Metaldan istifadə olunması hər ikisində istifadə olunub. Məncə bunu daha yaxşı olar ki, biz belə yazaq. 1, 2, 3. Demək, şərabçılıq, üzümçülük A bəndi. Metaldan istifadə hər ikisinə aiddir. İnsanlar əkinçiliklə məşğul olmaları, bu da hər ikisinə aiddir. İbtidai maldarlığın yaranması anaxaqanlıqda yaranır. Daş əmək alətlərindən istifadə edilməsinin başlanması, bu da anaxaqanlıqda başlayıb. Demək, 1 D, Y. Yoxsa mən səhv oldum sualı. Doğrudur. Daş əmək istifadə edilməsinin başlanması ta 6 paleolitdən bəri var. Ona görə anaxaqanlığa aid etmirik bunu. O zaman 1 D, 2 A, 3 B, C D bəndini götürürük. Daş dövrünə fərqli olaraq tunc dövründə ilk sənətkarlıq sahələri meydana gəldi. Əslində hər ikisində meydana gəlmişdi. Neolitdə də biz yeni sənət sahələrini görmüşdük. Tunc dövründə də görürük. Buna görə də bunu götürmürük. Çünki fərqli olmağını istəmişdik. Gəmi təsvirləri hər ikisində olub. Kollektiv halda yaşamaq həm qəbilədə, həm tayfada olub. Əmlak və sosial bərabərsizlik biz bunu götürə bilərik ki, tunc dövründə yaranır və daha da dərinləşir. Burada D bəndini götürürük. Verilən xüsusiyyətlərin hər ikisinin aid olduğu ərazini xəritədə müəyyən edin. Qayalar üzərində tunc dövrünə aid təsvir sənət nümunələri, qədim insan məskəni olan Zar mağarası burada yerləşirdi. Burada Zar mağarası Kəlbəcərdə yerləşdiyi üçün biz bunu götürürük. 3 nömrəni. C bəndini. 3 nömrəni götürəcəyik, C bəndini. Keçək digər səhifəyə. Verilən xüsusiyyətlərin hər ikisinin aid olduğu ərazini müəyyən edin. Qədim insan məskəni olan Daşsalahlı mağarası burada yerləşir. Daşsalahlı Qazaxda yerləşir. Ərazi ibadət evinin qalıqları aşkar edilmişdir. Bəli, burada da ibadət evi qalıqları var idi. Qazaxda D bəndi. Erkən tunc dövrü fiziki güc tələb edən xırş əkinçilik, yaylaq malında metal işləmə, kişi tələbatı artdı, qadın cəmiyyətli mövqe zəiflədi, kişi nüfuzu artdı. Ataxaqanlıq yarandı. B bəndi. Erkən tunc dövründə fiziki güc yenə bayaqki mətin, nəticədə anaxaqanlıq süqut edib. B bəndi. Sənətkarlıq, əkinçilik, maldarlığın inkişafı, mübadilənin inkişafı hər ikisi Azərbaycanda ibtidai icma quruluşu dövründə səbəbidir. Demək, bunların mübadilənin inkişafı gətirir, çıxarır ticarətin yaranmasına. Çünki zamanla bu güclənir. İnsanlar arası, tayfalar arası ticarətin inkişafından gətirib çıxardır. Güclü tayfaların zəif tayfaların var dövlətinin mənimsəməsi, zəif tayfaların torpaqlarının ələ keçirilməsi gətirib çıxarır. Demək, əvvəl boş tayfalar idi. Tayfalar sonradan birləşirlər. Tayfa birliklərini, tayfa ittifaqlarını yaradırlar. Burada C bəndini götürürük. Azərbaycanda erkən tunc və orta tunc dövrlərinə aid ümumi cəhət. Duluz çarxı son tuncdur, şəhər tipli ilkin məskən orta tuncdur, boyalı qapıda süni suvarma. Süni suvarma erkəndə yaranır və ortada davam edir. D bəndini götürürük. Ataxaqanlıq dövrünə aid deyil. Demək, o tuxa əkinçilik yaranması aid deyil. Çünki neolitdə yaranıb. Neolitdə anaxaqanlıq dövrünə aiddir. B bəndini götürürük. Ataxaqanlıq dövrünə aid deyil. Burada metaldan əmək alətləri hazırlanmasına başlanmasını götürəcəyik. Çünki başlanır bu eneolitdə anaxaqanlıqda. Digərlərin hamısı ataxaqanlıq dövründə də mövcud idi. Azərbaycan eramızdan əvvəl 4-cü minilliyin ikinci yarısı, 3-cü minilliyin sonu tarixi üçün səciyyəvidir. Qoşqu heyvanlardan istifadə, xırş əkinçiliyi. Yenə də eyni sual.
bu dövrdə nələr olmuşdur? Burada qohum qəbilələr tayfalar ətrafında birləşir, tayfalar yaranır. Götürürük. Azərbaycan eramızdan əvvəl 14-7-ci əsrlər tarixi üçün səciyyəvidir. Son Tunc Erkən Dəmir dövründən bəhs eləyir. Burada da biz siklopik tikilləri götürəcəyik. B bəndi. Bizə 2 dənə mətin verib. 44-cü sualda demək ilk mətni bu dövrdə başlayan insan qan qohumluğu əsasında birlikdə yaşayırlar. Demək bu üst paleolitdir. Bu dövrdə insanlar heyvanları daha uzaq məsafədə ovlamağa başlayır. Bu da mezolitdir. İndi birinci mətin üst paleolitdən fərqli olaraq mezolit dövründə istehsal təsərrüfatına keçidin əsası qoyulmuşdur. Doğrudur. İnsanlar qəbilə icmasının halında yaşayırdılar. Bu da doğrudur. Axirətə inam mövcud idi. Yeni sənətkarlıq sahələri yarandı. Yox, mən deyəsən sualı düz oxumadım. İcması halında keçidin istehsal təsərrüfatına keçidin əsası qoyulmuşdur. Dövrdə keçidin əsası qoyulmuşdur. Durun, bunu silim. Yenidən baxım. Mətndə bəslən dövründən fərqli olaraq deyir. Birinci dövrdə olan, ikinci dövrdə olmayanı soruşur. Tamam. Qəbilə icması var idi. Birdə də var idi, ikidə də var idi. Üst paleolitdə də, mezolitdə də. Axirətə inam da hər ikisində var idi. Yeni sənətkarlıq sahələri meydana o neolitdədir. Buna aid deyil. Bizdə burada bircə bir var ki, istehsal təsərrüfatına keçidin əsası qoyulub. Mezolitdə, üst paleolitdə yox idi. Ona görə burada D bəndini götürürük. Yalnız 1. 45. Demək, bu dövrdə başlayan insanlar ilk dəfə mis istifadə etməyə başladılar. Bu eneolit dövrüdür. Bu dövrdə cəmiyyətdə kişilərin rolu artmaqı, şəkilçilik, bu da erkən Tunc dövrüdür. Yaxşı. Yenə birinci mətindən dövrdən fərqli olaraq ikinci dövrdə, demək, birincidə olan, ikincidə olmayan istehsal təsərrüfatı mövcud idi. Hər ikisində mövcud idi, bəli. Daha sonra insan qəbilə icması halında yaşayırdılar. Axirətə inam tayfalar meydana gəlmişdi. Demək, qəbilə icması halında yaşayırdılar. Amma erkən Tuncda bunlar birləşirlər tayfa. Amma hələ də bunun qalıqları düşünürəm ki, var idi ki, birləşirlər. Tayfalar meydana gəlmişdi. Burada götürəcəyik. Əbəndi. 46-cı suala keçək. Orta və son Tunc dövrünün ümumi cəhətini erkən Tunc dövründən fərqləndirən xüsusiyyət. Demək, orta son Tunc'un ümumi cəhətini onların ikisində olub, amma erkən Tunc dövründə olmayıb. Bağçılığın mövcud olması. Bağçılıq həm orta Tuncda yaranır və son Tuncda da mövcud, amma erkən Tuncda olmayıb. İnsanın duluzçuluqla məşğul olması. Duluzçuluq neolitdən bəri var. Siklopik tikillər son Tuncda var, orta Tuncda yoxdur. Kollektiv dəfn etmə erkəndən başlayır və orta sonda da olub. Bu fərqləndirən bir xüsusiyyət deyil. Buna görə burada A bəndini götürürük. Yenə Eyler-Venn diaqramı və burada 5 dənə varımızdır. 1, 2, 3, 4 və 5. Tamam. İctimai əmək bölgüsü baş vermişdir. Erkən Tunc, orta Tunc və son Tuncda hər üçündə də olub. Burada 4-ə qoyacağıq A. Ata xaqanlığın yaranması bu erkən Tunc dövrünə aiddir. Boyalı qabların hazırlanması bu orta Tuncdur. 2 nömrəyə qoyacağıq bunu. Daha sonra iri tayfa birliklərinin yaranması, tacirlər qrupunun ayrımı. Tacirlər qrupunun ayrımı son Tunc dövrüdür. Bunu E verəcəyik. Amma iri tayfa birliklərinin yaranması həm orta Tunca aid, həm də son Tunca aid olduğu üçün burada 5 nömrəyə yazacağıq bunu. D. Demək 1B 2D. Oldu, mən nəysə yenə qarışdırdım.
2D-dir. İri tayfa birliklərinin yaranması Orta Tunc dövrüdür. Doğrudur. Yaranması hə. 3E, 4A, 5C. 5C boyalı qabların hazırlanması. Düzdür. Boyalı qablar Orta Tuncda yaranıb. Amma Son Tuncda da hazırlanmağa davam edib. Görürsünüz, çaşdırıcı sualdır. Mən çaşdım. Demək, burada B bəndini götürürük. Əslində, bayaq seçdiyimlərim doğru idi. Sadəcə olaraq diqqət etməliyim hissə var idi. 2D. Orta Tunc dövründə tayfa birlikləri yaranır. Demək, burada boyalı qablar hazırlanması isə Orta Tuncda yaranıb, amma Son Tuncda da buna davam etdiriblər. Buna görə Son Tunca da aiddir. 48-ci sual. 6-4-cü minillikləri əhatə edən bu dövrdə əkinçilik maldarlıqla başqa ovçuluq, balıqçılıqla da məşğul olurdular. Çay kənarlarında dairəvi evlər inşa edən 6-4-cü minilliklər eneolit dövrüdür. Bu dövrdə əkin sahələri geniş sinisivarına yaranmış da erkən Tunc dövrüdür. Birinci dövrdən fərqli olaraq ikinci dövrün dini görüşləri üçün xarakterik xüsusiyyətləri müəyyən edin. Mövcud, axirət dünyasında inan mövcud idi. Amma birdən fərqli olaraq dediyi üçün hər ikisindən mövcud olduğu üçün bunu götürmürük. Amma ibadətgahlardır. İbadətgahlar çünki erkən Tuncda yaranırlar. Buna görə 3 götürürük. Kişi əməyin ön plana bu dinə aid deyil. Ölülər yaşarkən dəfn edilməsi bu eneolitdə aiddir. Bizə erkən Tuncda olanı götürmək lazım olduğu üçün ibadətgahları götürəcəyik. Erkən Tunc dövründə cəmiyyətin ictimai münasibətlərin inkişafını özündə əks etdirir. Əkinçilik maldarlıq meydanının qohum qəbilələrinin birləşməsi, Tunc Oraklar, iri tayfa birliklərinin yaranması. İctimai münasibət inkişafını özündə əks etdirir. Qohum qəbilələrin birləşməsini götürəcək. İctimai münasibətlər dediyi üçün, burada silinib bu. İctimai münasibətlər dediyi üçün biz burada qohum qəbilələrin birləşməsini götürürük. İri tayfa birlikləri dediyi üçün bu erkən Tuncda baş verməyib. Qohum qəbilələri götürəcəyik. Yalnız 2. İbtidai icma cəmiyyətinin dağılmasının səbəbləri qeyri-məhdud hökmdar hakimiyyətinin mövcud olması, tayfa başlı kəndi istismarı, idarə adlı sanılan adamların əlinə keçməsi, dini pərakəndilik. Demək, burada B bəndini götürürük. Verilənlərin hər ikisi ümumi cəhətləridir. Metal aletlərin hazırlanması, əkinçiliyin mövcud olması. Burada E bəndini götürürük. Ərazisinə erkən Tunc dövrünə aid xüsusi ibadət evlərinin tikildiyi rayonları müəyyən edin. İbadət evləri bax buradadır. Bir də buradadır. Baba Dərviş və Sərkərtəpə. Orta Tunc dövrü üçün səciyyəvidir. İkinci ictimai əmək bölgüsünü götürürük. 2 nömrə bağçılığın yeni təsərrüfat sahələrinin yaranması 2 və 3 götürürük. Tunc dövrünə aiddir. Yeni təsərrüfat sahələrinin yaranması aiddir. Ovçuluğun əsas peşəli əmək məhsulu artması, küçmə maldarlıq 1, 3 və 4. 1, 3 və 4. Azərbaycanın erkən Tunc dövrünə aid olan xüsusiyyətləri müəyyən edin. Saxsı qabisinin başlaması deyil. Kurqan qəbirləri götürəcəyik. 2. Maldarlığın bir-birinə ayrılması. Erkən şəhərməyə daşlanacaq mənimsənilməsi 2 və 3 götürürük. Azərbaycan Orta Tunc dövrünə aid olan xüsusiyyətləri müəyyən edin. Ataxaqanlıq, 3-cü ictimai, boyalı qablar mədəniyyəti 3. İlkin şəhər mərkəzləri 4. Bu qədər. Tunc dövrünə aid xüsusi ibadət evlərinin tapıldığı əraziləri müəyyən edin. Burada yenə də
bu hissəni götürürük və Naxçıvan. Bu Baba Dərviş də olacaq, amma burada göstərilmədiyi üçün ümumiyyətlə 3 yerdə mövcud olmuşdu ibadət evləri. 2, 5 və bu bir hissədir. Burada nömrələnmədiyi üçün 2 və 5-i götürürük. Tunc dövrünə aid səbəb-nəticə əlaqələrini müəyyən edin. Kişi əməyinin ön plana çıxması, qadın cəmiyyətdə mövqeyinin zəifləməsi, ikinci ictimai ticarət, xış əkinçi, tox əkin daha geniş yayılması, qohum qəbilələrin meydana gəlməsi 1 və 4 götürürük. İbtidai icma quruluşuna aid hadisə nəticə əlaqələrini müəyyən edin. Birinci ictimai əməli tacirlər qrupu yox, kişilərin nüfuzu atağaqanlıq meydana gəlir 2. Bağçılıq postda əkinçi mallar yox, əmək əli təkmilləşmə məhsuldarlıq artır. Xış əkinci, ikinci ictimai əmək bölgüsü yox, 2 və 4-ü götürəcəyik. 60-cı suala baxaq. Eramızdan 14-7-ci əsrlər Azərbaycan səciyyəvi olan cəhətləri müəyyən edin. Mezolit dövrü kimi xarakter xeyr, son tunç dövrüdür. Oxkama ixtirası ovçuluğun mezolit dövründə olub. Bu da dəmirdən alətlər hazırlanır 3. Süni suvarma mövcud idi erkən tuncdan bəri. Çünki biz indi son tuncdan danışırıq. Siklopik tikillər bəli son tunca aiddir. Azərbaycan eramızdan əvvəl 14-7-ci əsr səciyyəvidir. Duluzçuluğun mühüm yer tutması. Bəli, duluzçuluğu götürürük. Çünki bu dövrdə ayaqla hərəkətə gətirilən duluz çarxı da meydana gəlib və demək duluzçuluq işi daha da güclənir. Heyvanla əhləşmə başlanması yox, mezolitdə olub. Bu dəmir silahların hazırlanması götürürük. Çünki son tunç dəmir dövrü birlikdədir bizdə. Orta daş dövrü deyil. Su yolları və ticarət əlaqələrinin saxlanmasını götürürük. 1, 3 və 5. Azərbaycanda ana xaqanlıq və ata xaqanlıq dövründə ümumi cəhətlərini müəyyən edin. Duluzçuluqla məşğul olublar. Ana xaqanlıqda yaranıb, ata xaqanlıqda daha da genişlənib. Qoşqa heyvanlar ata xaqanlığa aiddir. Əkinçi maldarlığın geniş yayılması. Əkinçilik maldarlıq elə ana xaqanlıqda yarandığı ata xaqanlıq dövründə də geniş yayılır. Hər ikisinə aid bir xüsusiyyətdir. Əkinçilik, əmlak sosial bərabərsizliyin mövcud olması ata xaqanlığa aiddir. Süni suvarma ata xaqanlığa aiddir. Azərbaycanın erkən orta tunç dövrlərinə aid ümumi cəhət. Erkən və orta tunç dövrünə aid ümumi cəhət. Demək, ictimai əmək bölgüsü baş verib, doğrudur. Birinci ictimai əmək bölgüsü və ikinci ictimai əmək bölgüsü. Şəhər tipli məskənlər orta tuncda əsası qoyulmağa başlayır, yaranır, erkən tunca aid deyil. Metaldan əmək alətləri hazırlanır. Metal deyirsə, dəmir demir, metal deyir. Hər ikisinin tunç dövründən bəhs edilmiş üçün tuncda bir metal, siklopik tikillər. Son tunca aiddir. Təsərrüfat məişət daş alətləri üstün yer tutması artıq tunç yavaş-yavaş daş alətləri sıradan çıxar. Yəni daş alətlər o qədər üstün yer tutmurdu. Azərbaycanın ana xaqanlığı mövcudluğu dövründən fərqli olan ata xaqanlıq dövründə baş vermişdir. Metal əmək aləti hazırlanırdı. Bu elə bir ki, ana xaqanlıq dövründə də eneolit metal yaranır. Yəni fərqli bir cəhət deyil bu. Duluzçuluq da fərqli cəhət deyil. Üzümçülük, bağçılıq, bostançılıq bu ata xaqanlığa aiddir. 3 götürürük. Əkinçi maldarlıq ayrılıb. Bu da ata xaqanlıqda baş verib. Toxuculuq mövcud olub. Ana xaqanlıqdan bəri fərqli cəhət deyil. Ana xaqanlıq dövründən fərqli olaraq ata xaqanlıq dövründə olmuşdu. Metalda əmək olub, kurqan tipli qəbirlər 2, əkinçi maldarlıq mövcud olub, kollektiv dəfn etmə adəti, bu da erkən tunç dövründə mövcud olub 2-4. Azərbaycan tarixinin əvvəlki dövrlərinə fərqli olaraq erkən tuncda demək, burada ibtidai incəsənət yox, şəhər tipli iri yaşayış məskənləri erkən tuncda yox, xüsusi ibadətgahları götürürük və xış əkinçiliyi. İbtidai icma quruluşunun digər dövrlərdən fərqli olaraq orta tuncu indi soruşur. Şəhər tipli iri yaşayış məskənlərinin yaranmasını götürürük. Tayfa ittifaqlarını götürürük. Ata sitayiş, siklopik tikillər, bu da son tunca aiddir. Hələ ora bax. Erkən tunc və orta tunc dövrlərinin oxşar cəhətləri.
İnsanlar tayfalarda yaşaması, bəli, bu oxşar cəhətdir. 1. Qoşqu heyvanların istifadəsi bu erkən tuncda, yəni orta tuncda da davam edir. Oxşar cəhətdir. Üzümçülük, şərabçılıq orta tuncda yaranıb, erkən tuncda yox idi, oxşar cəhət deyil. Ticarət son tuncdadır, bu arada deyil. Siklopedik son tuncdadır, burada deyil. Ata xaqanlığı dövrü üçün səciyyəvi olmayan əlamətlər. Tunc alətlər ata xaqanlıq dövrüdür. İstehsal təsərrüfatına keçidin əsası qoyulması götürə bilərik. 2. İlk dəfə qan qohumu insan birliyi ana xaqanlıq dövrüdür. Qoşquya ata xaqanlıq, şərabçılıq ata xaqanlıqda yaranır. Yəni 2-3 götürürük. 70-ci sualda az qalıb bitiririk. Erkən tunc dövrünü orta tunc dövründən fərqləndirmir. Xış əkinçiliyinin yaranması deyirsə bu, əslində mövcud idi hər ikisində. Kişilərin cəmiyyətdə fərqləndirmir deyir. Yaranması fərqləndirir çünki. Kişilərin cəmiyyətdə mühüm rola malik olması fərqləndirməyən bir xüsusiyyəti hər ikisində mühüm rola malikdir. İlk tayfaların yaranması fərqləndirir. İctimai əmək bölgüsünün baş verməsi fərqləndirmir. Hansıları yerindəki xronoloji ardıcılığı düzgün verilmiş olar? İlk metal, eneolitdir, bostancılıq, orta tunc, xış əkinçiliyi, erkən siklopedik illər, son tunc dövrüdür. Burada ilk metaldan 1, xış əkinçiliyi 3, bostancılıq 2 və siklopedik illər 4. 1, 3, 2, 4. Burada deməli biz 2 və 3-cü yerini dəyişsək, ardıcıllıq düzgün verilmiş olar. 1, 2, 3, 4 olar. Buna görə də burada 3 və 2-ni seçirik. Müvafiq olaraq Qaraca mağarası və Kərimli kurqanının yerləşdiyi ərazini müəyyən edin. Qaraca Mingəçevirdədir, Kərimli də burada 4 nömrəlidədir. Azərbaycanda ibtidai icma quruluşu dövrünə aid hadisə nəticə əlaqələrini müəyyən edin. Suyun istifadə mövcudluğunun bostancılığın inkişaf etməsi, yəni onu təkan verir. Yəni hadisə nəticəyə gətirib çıxardır. Əhalinin dağlıq dağdəyi yerinə köçmə yayılıq maldarlığın yaranması, çünki ticarətin yaranması. 3-cü ictimai əmək bölgüsünün baş verməsi, varlı yoxsulları dəmir dövrü tunc dövrünə ilə əvəz edilməsi. Keçək digər səhifəyə. Son tunc və erkən dəmir dövrü üçün iqtisadi münasibətlər sistemi üçün xarakterikdir. İqtisadi münasibətlər burada soruşur. Əmək alətlərin təkmilləşməsi iqtisadi olaraq yəni müsbət təsir göstərmişdir. Daha çox məhsul əldə edirdilər. Buna görə 1 götürürük. Tayfa başı ilahiləşdirilməsi bu dinə aid iqtisadi deyil. Tayfa ittifaqlarının yaranması bu ictimai münasibətlərdir. Üstəlik son tunc dövrünə aid deyil. Tacirlər qrupunun ayrılması. Bunu götürürük. İqtisadi münasibət. Çünki tacirlər pulla işləyirlər. Siklopedik illər bu da iqtisadi münasibət deyil. Son tunc və erkən ilk dəmir dövrü. İbtidai mədəniyyəti üçün xarakterikdir. Azərbaycan Abşeronda qayalar üzərində təsvirlərin yayılması. Dəqiqə. Keçildim. Abşeronda qayalar üzərində təsvirlərin yayılması bu son tunc dövrünə aiddir. Müxtəlif heyvanlara sitayiş, ata sitayiş var idi. Siklopedik illər var idi. Din, ibadət erkən tuncdu. Atdan qoşqu vasitəsi kimi istifadə edilməsi bu da aid deyil. 76-cı sual. İbtidai icma quruluşuna aid olan hadisələrin xronoloji ardıcıllığını müəyyən edin. Siklopedik illər son tuncdu. Qədim insan ilk dəfə otdan istifadə bu alt paleolitdir. Demək bu birinci olacaq. Toxucuğun yəni oxkəmə ixtirası. Demək 2, 4, 3, 1.
77-ci sual yenə xronoloji ardıcıllıq istəyir. Əkinçilik vərdişlərinin yaranması mezolitdir, oturaq həyat neolit, ata staj son tunc, kişi rolunun artması erkən tunc dövrüdür. Demək, burada ardıcıllıq olacaq. İlk əkinçilik vərdişlərinin yaranması 1 mezolitdir, sonra oturaq həyata keçirilər, sonra kişilərin rolu artmağa başlayır, daha sonra ata staj yaranır. 1, 2, 4, 3. Yenə xronoloji ardıcıllığı müəyyən edin. Sənətkarlığın başqa istehsal sahələrindən ayrılması, orta tuncda ev heyvan əhləşdirməsi başa çatması eneolitdir. Ata stajın meydana gəlməsi son tuncda saxsı-qab istehsalına başlanılması. Bu da neolitdir. Demək, burada birinci neoliti götürürük. Sonra ev heyvan əhləşdirməsinin başa çatması 4, 2, 1, 3. Xronoloji ardıcılığı müəyyən edir. Ana xaqanlığın yaranması, üstü paleolit, ilkin şəhər mərkəzlərinin yaranması, orta tunc, köçmə malda erkən tuncda. Demək, 1, 3, 2. 80-ci sual. Xronoloji ardıcılığı müəyyən edin. Sənətkarlar içərisindən tacirlər qrupunun ayrılması son tuncdur. Dini ayinlərin icrası, ibadət evləri erkən tuncdur. Sənətkarlığın müstəqil sahəci orta tuncdur. Ev evində hamısı əhləşdirmə eneolitdir. Demək, burada 4 eneolitdən başlayırıq. İbadət evləri 2, sənətkarlıq 3, tacirlər qrupu 1. 4, 2, 3, 1. Və son 2 sualımız var. Uyğunluğu müəyyən edin. Erkən tunc, orta tunc və son tunc. 1, 2, 3. Tacirlər qrupu son tuncdur. İlkin şəhər mərkəzləri orta tuncdur. Əhali oturaq həyata keçməsi bu neolit dövrüdür. Burada yoxdur. Ata xaqanlığın yaranması da erkən tuncdur. İstehsal təsərrüfatına keçidin asılı qoyulması bu da mezolitdir. Burada yoxdur. 1D, 2B, 3A. Daha sonra uyğunluğu müəyyən edin. Burada küraraz və boyalı qablar. Küraraz erkən tuncdur, boyalı qablar da orta tunc dövrüdür. Burada Urmiya ətrafında şəhər məskənlərinin salınması bu aiddir orta tunca. Üzərində təpə düzəldilmiş qəbir abilə meydanın kurqanlardan söhbət gedir. Burada erkən tunc dövrüdür. Küraraz, yox, bu hərfi küraraza aiddir. Dulusuğun yaranması neolitdir. Burada yoxdur. Xış əkinçiliyin yaranması erkən tuncdur. Yəni küraraza aiddir. Mikrolit alətlər bu da mezolit dövrünə aiddir. Burada yoxdur. Bu qədər. Özünüzə yaxşı baxın.